Salam, necəsiz? Çox sağ olun. Siz necəsiniz? Biz də yaxşıyıq. Özünüzü təqdim eləyin zəhmət olmasa. Özüm Sərmayə müəlliməyəm. Maşallah. İbtidaisinin müəlliməsiyəm. Azidenti nə qədər vaxtdır ki tanıyırsınız? Mən Azidenti illər öncə tanımışam, amma çox sevincliyəm həqiqətən. Qürur duyuram ki, Azərbaycanda belə bir klinika mənim qarşıma çıxıb və var ölkəmizdə. Necə oldu ki Azidentlə tanış oldunuz? Siz bilirsiniz ki, bizim Azərbaycan olaraq əhatəmiz çox geniş olur, qohum-əqrəbə deyilən. Yəni qohumlarımız çoxdur və inandırım sizi, hamısı demək olar bura gəlirdi. Amma mən bilməmişdim. Çox təəssüf eləyirəm ki, mən də gec bilmişəm. Amma yenə də bugünkü günə çox şükür edirəm ki, həqiqətən mən Azidenti tanıdım. Onlardan eşitdim buranı və gəlib çox da məmnun oldum. İnandırım sizi kofe verən xanım var. Bəli. Onu belə çox sevirəm. Hər mən çatan kimi çaydan, kofedən nə gəlir? Yəni doğrudan da ürəyim açılır. Xarici qonağım olsa belə, Allah eləməsin bizdə birdən diş ağrısa, onu rahat şəkildə mən Azidentə gətirə biləcəm. Düzdür, mən Azidentdən danışmaqla bitirməyə bilərəm. O dərəcədə, məsəl üçün, az müddət deyil, bir il müddətində mənim prosedurlarım uzun bir işlər idi. Yəni, burada elə bir işlər görüblər, çox incə bir işlər görüblər. Hətta mənə baxan elə düşünür ki, mən gəncləşmə əməliyyatı eləmişəm. Dişlərimin sayəsində, doğrudan da gülüşümün sayəsində və bu gülüşümə görə buradakı həkimlərə minnətdaram. Başda xatir doktor olmaqla, Hikmət doktora, xatir doktora, Fərid doktor, Emil doktor, Nərgiz xanım doktor, onun köməkçiləri, Aytaç xanıma, yəni mən sizə deyim, qapıdan tutmuş, yuxarı otaqlara qədər, məni burada nə qədər qarşılayan varsa, hamısına minnətdaram və onları çox sevirəm.